21-22 fevral tarixində Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının 50-liyinə həsr olunmuş Azərbaycan Enduroloji Cəmiyyətinin 2-ci konqresi uğurla başa çatdı. Bu konqresdə 5 ölkədən 10-a yaxın xarici qonaq, 22 elmi məruzə, 2 canlı əməliyyat keçirilmişdir. Konqresimizdə 250 nəfər mütəxəssis və 100-dən artıq gənc həkim rezident iştirak etmişdir. Birinci gün tədbirimiz Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında oldu. Gənc həkimlərə ən müasir prostat vəzninin cərrahiyyə müalicəsində istifadə olunan ən müasir cərrahiyyə üsulundan canlı əməliyyatlar Türkiyənin ən aparıcı uroloqu, tanınmış professoru tərəfindən icra olunmuş əməliyyatlar təqdim olundu. İkinci gün isə elmi hissəmiz Mariot Bulvar Oteldə davam elədi. Konqresimizdə cənab nazir, hörmətli Teymur Musayev, hörmətli rektorumuz professor Gəray Gərəybəyli və bir çox respublikada aparıcı tanınmış uroloqlarımız və tibb sahəsində çalışan mütəxəssislərimiz iştirak elədi. Ümumi konqresimizdə 250-dən çox uroloq iştirak elədi və düşünürəm ki, bu tip tədbirlərin keçirilməsi ümumiyyətlə respublikamızda səhiyyə sisteminin inkişafına daha da töhfə verəcəkdir və sonuçda vətəndaşlarımızın sağlamlığına xidmət göstərəcəkdir.